Değil burası. Diyor. İşçiler var. Kimse var burada. Kimse var burada. Kimse var evde. Burada. Gördüğünüz gibi bu çok iri çaplı mermidir ve bu çok iri çaplı mermileri məhz mülki əhaliyə qarşı istifadə olunur. Burada yandı, orada yandı. Məhz əsas hədəf mülki əhalidir. Məhz əsas hədəf insanları qorxutmaqdır və Azərbaycan ordusuna gördüğünüz gibi bu Əlilər binasıdır. Bunun şeyleri bu sadece olarak burada bu mülki belə deyək binalara değen bak o da oraya düştü. O da oraya düştü. Bak karşına oraya düştü. Burada qalmaq da təhlükəlidir. Gedək. Ona görə də biz buranı tərk edək. Attılar Vagner. Gel. Attılar. Çıkaq buradan. Gelin çıkaq buradan Vagner. Vuracaklar buranı gelin. Uzadın gözün İlqar, gaz balonladı. Bərdə şəhərində Fərzəli İlqara məxsus mülki və erməni silahlı qüvvələrinin atdığı mərmi düşmüş və yanğın baş vermişdir. Kola gelsin. Hər yan qəlbədir bax belə. Oydu. Bura düşdüyə. Düz bura düşdüyə qəlpə yanıma. Ha bunlar bizə hədəf alır. Tez. Tez sür. Götür bunları. Götür bunları, yazıldılar. Tez gəlin. Tez minin tez. Eşq olsun igidlərimizə. Oğuldular, oğul. Bax. Əsl döyüşçülərdir. Bax, döyüşdən gələn, yaralanan yenə də döyüşdədirlər. Bax. Bax, belə daxil olacaq. İgidlərimiz. Bax, Kəlbəcər. Yaxın vaxtda istiqamət oradır. Eşq olsun, aslanlar, eşq olsun. Oğul. Arkaya da bak. Bak bu aslanlar. Asır bu bayrağı. Herkese selamlar Kəlbəcərdən. Hadisələrdən, gedişatdan xəbəriniz var. Müdafiə Nazirliyi məlumatları çatdırır, izləyirsiniz. Kəlbəcərin digər ərazilərində sakitçilikdir. O qədər adam zəng edir, narahat olur, çox sağ olun, heç bir narahatçılıq yoxdur. Ona görə video paylaşıram ki, sakitçilikdir. Gecə bəzi məqamları hiss eləmişik. Amma indi üçün hər şey qaydasındadır. İnşallah ordumuz lazım addımları atır və atacaq. Hər şey bizim xeyrimizə doğrudur. Allah şəhidlərimizə rəhmət eləsin. Narahat olanlara can qurban, sağ olun, narahat olmayın. Hər şey qaydasındadır.